Bu gün pişiririk. Maşallah ərzaqlarımız çoxdur, yaz fəslidir deyə. Bu gün pişiririk. Tabaka pişiririk. Yanında düyü qarniri. Sonra sveç salat, pomidor xiyar, belə deyək, çoban salatı. Sonra da ki, rəngli biberlərdən toyuq salatı eləyəcək. Toyuğumuzun zaten maşallah sinəsi böyükdür. Onu biz ona görə salata ayıra bilərik. Yox, bunu doğramırıq. Yox. Hə, indi yan bir dənə bunu qoyaq qaynamağa, toyuğu da qızarmağa, bu keçəcək salatları doğramağa. Olar elə? Göyərti doğrayacaq. Bəli. Göyərti. Yox da, yan bir stol yığışdıraq da. Bax, bunu mən bir dənə belə dartdım, bax, görürsünüz. Bax, bir dənə belə elədik. Bu, lavatka sümüyü boğazdan ayrılır. Fikir verdiniz. Bax, necə indi, bax, tavada da belə qalır. Yoxsa onu eləməyəndə, bunlar bax, belə qalır tavada. Bilməm, indi deyərsiniz, bilirik, amma bu belə olmalıdır. Ay, sağ ol, gördün, bilir. Sonra bunu çərtirik ki, broiler olduğuna görə, indi bunları kesəcəyəm. Bax, nə edirik? Bu budun içində bilirsiniz də, bud dibinin içində qan olur. Bax, bunu da belə kesirik ki, bu yaxşı pişsin, içində o çiğ qalmasın. Bunu da eləmişdin. Ay, elə. Bu elə. Yox. İndi bunlar böyle xırda şeylərin hamısını çıxartırıq da, hə. Hə. Bunların ucları kesilməlidir. Diqqətli oluruq ki, bu bizdən dükandan gəlir də, bu marketdən gəlir, ütülmür də, yəni bu toyuqlar ki, qaralar.